xeyir olsun. Həkim sən verilişinə baxırsınız. Nəzərinizə çatdırım studiyamızın həkim qonağı, provizor, əczaçı Qalib Məmmədovdur. Xoş gördük sizi Qalib doktor. Necəsiz? Təşəkkür edirəm gəldiyinizə görə. Sizin bugünkü gündə insanlara verəcəyiniz məsləhət tibbi məsləhətlər, bunu xüsusilə vurğulayım, çox vacibdir. Hər hansı bir xəstəliyə görə əlbəttə ətraflı müayinə aparılır, dəqiq diaqnoz qoyulur, medikamentoz müalicələr, dərmanlar yazılır. Lakin bu dərmanların bəzilərinin bilmirəm təsir mexanizminə bağlıdır, bilmirəm səhlənkarlığımız və ya dərmanların bir-birinə doğru olmayan kombinasiyası, doğru şəkildə təyinatı yoxdursa və s. o qədər nüanslar sadalamaq olar ki, yenə də qəbul etdiyimiz dərmanların az təsiri ilə qarşılaşırıq. Nədən irəli gəlir və əminəm ki, sizinlə də məsləhətləşənlər az deyildir. Buyurun. İlhamə xanım, bunların hamısını siz sadaladınız. Artıq elə şeylər var ki, onları dəqiq daha doğru bilirsiniz. Əvvəlcə sual verəndə bizə izahatını verirsiniz. Bunların hamısının nəticəsi gəlib pasiyentə, yəni həmin xəstəyə dəyir, ziyanı. Yəni dərmanların düzgün qəbul olunmaması, onunla bərabər yəni həmin rejimlərə uyğun qəbul olunmaması və həkimin düzgün təyinat aparmaması, ümumiyyətlə bu dərmanların vaxtında qəbul olunmaması həmin xəstəliklərin sağalmamasına, xronikləşməsinə və yaxud da o xəstəliyin gec sağalmasına gətirib çıxardır. Buna görə də biz həmin qaydaların hamısına düzgün riayət etməliyik. Bunların əsas bildiyiniz kimi orqanizmimizdə bir rejim var. Buna biz sirkulyal rejim deyirik. Yəni ki, bu rejim elə bir rejimdir ki, yəni bu dərman preparatlarının orqanizmdə sorulmasına aid olan bir rejimdir. Elə dərmanlar var ki, onları biz səhər-səhər qəbul etməliyik. Elə dərmanlar var, onları biz günorta, eləsi var, axşam qəbul etməliyik. Yəni bu rejimi biz pozduqda həmin dərman müalicəsi öz effektliyini itirir. Onunla bərabər həmin xəstəliklərin ya sağalmamasına, ya residivləşməsinə, ya da ki, daha gec sağalmasına gətirib çıxardır. Məsələn, tutaq ki, hər hansı bir tiroid hormonlar var, zob dərmanlarıdır. Bu dərman preparatlarını biz səhər-səhər ac qarnına qəbul edirik, etməliyik. Və bəzən xəstələr bunu axşam qəbul edir, yeməkdən sonra qəbul edir. Hormon preparatı əgər səhər-səhər ac qarnına qəbul edilməsə, tiroidin hormonları, bunun heç bir effekti olmayacaq. Həmin qalxan və funksiyalar daha da pozulacaq, xəstəlik ağırlaşacaq, artıq bu həkimin nəzarətindən çıxacaqdır. Şəkər dərmanları tutaq ki, şəkər dərmanlarını biz əlbəttə səhər-səhər qəbul etməliyik. Ona görə ki, qlikozanın başlanğıcı, polisaxaridlərin orqanizmdən qəbul vaxtı səhər-səhərdir. Artıq qanda bunun konsentrasiyası artır. Biz bu dərman preparatlarını axşam qəbul etsək, yəni ki, həmin xəstəliyin müalicəsi pozulacaq. Yaxşı, effektini görmədiyimiz halda dərmanın da bəlli orqanizmdə bir mexanizmi var, yəni təsir etmə mexanizmi var. O sırada da işə yarayırmı, orqanizm tərəfindən mənimsənilirmi? Yoxsa qəbul doğru şəkildə, doğru saatda qəbul etmədiyim halda tərkibi nə olursa olsun bədən onu atacaq? Dərman preparatı, bax, misal çəkdiyimiz üçün deməli, xolesterin dərmanıdır. Yəni, təhlükəsiz olub-olmadığından əmin olmaq istəyirəm. Bəli, xolesterin əleyhinə dərman preparatıdır. Əgər biz onu axşam yatmayanda qəbul etsək, xolesterin gecə əmələ gəlir orqanizmdə. Səhər-səhər qəbul etsək, əlbəttə onun təsiri aşağı səviyyəyə düşəcək, orqanizm üçün başqa problemlər. Yenə də təsiri var. Təsiri olacaq 20-25%, elə olur 60% aşağı düşür. Ondan bərabər və başqa bir problemlər də yarada bilər orqanizmə. Məsələn? Məsələn, ziyanı hepatotoksik təsir göstərəcək, nefrotoksik təsir göstərəcək, əlbəttə. Çünki biz əgər xolesterin... Demək ki, təhlükəlidir. Təhlükəlidir. Xolesterin gecə əmələ gəlirsə, biz bunu gündüz, sabah-sabah bu həmin dərman preparatını biz qəbul ediriksə, əlbəttə fizioloji prosesləri pozacaqdır. Amma bu demək deyil ki, dərmanları vaxtında deyildiyi qaydada qəbul edəriksə, yalnız və yalnız müsbət təsirini görəcək. Bütün dərmanların yan təsirləri, əlavə təsirləri var. Dərman preparatlarının bildiyimiz kimi əlavə təsirləri var. Tutaq ki, güclü silahdır əslində. Antibiotiklər. Adi aminoqlikosid qrupundan olan antibiotiklərin orqanizm dağıdıcı təsirləri var. Yəni ki, bu... hepatotoksik təsiri var, ototoksik təsiri var, nefrotoksik təsiri var, neyrotoksik təsiri var. Bunların hamısı, tutaq ki, adi bir aminoqlikosid qrupundan olan antibiotiklərin təsiri gör nə deməkdir? Gör orqanizm nə qədər ziyan verir. Buna görə bunu biz individual, dəqiq, günləri düz, saatları düz, yəni ki, bütün rejimlərə riayət etməklə qəbul etməliyik. Yəni, dərman preparatını qəbul edəndə biz onların, yəni ki, hər bir həkimin dediyi qaydaların hamısına uyğun şəkildə qəbul etməliyik. Günlərin sayını nəzərə almalıyıq biz. Yoxsa başqa fəsadların altından biz çıxa bilmərik. Çətin vəziyyət yaranar orqanizmimiz üçün.
Az öncə dediyiniz qaraciyər yüklənərsə, toksiki təsir göstərərsə, bu ağır vəziyyətdə yoxsa yüngül? Əlbəttə ağır vəziyyətdir. Bax, tutaq ki, hər hansı bir ağrı kəsicidir. Eləsi var, çıxa bilirik, eləsi var, hətta qaraciyər transplantasiyasına qədər aparıb çıxardır. Tutaq ki, hər hansı bir qeyri-steroid tərkibli iltihab əleyhinə dərman preparatıdır. Bu dərman preparatının qəbul müddəti 10 gündür. Və burada yazılır ki, bu dərman preparatı alkoqolla qəbul edilə bilməz. Başqa bir dərman uyuşmamazlığı olan dərman preparatlarından bir yerdə qəbul edilə bilməz. Yəni, onu həkim təyin etməlidir. Həkim təyin etməlidir. Ancaq ki, hər hansı tutaq ki, bir alkoqol qəbul etmiş bir insandır. Həmin dərman preparatını qəbul edir. Mütəmadi 10 gün, 20 gün, 30 gün artıq bu gəniyə gətirib çıxardır. Qaraciyarın transplantasiyasına gətirib çıxardır. Artıq qaraciyər serrozuna gətirib çıxardır. Böyrəyi dağıdır. Şoka girər. Əlbəttə. Bəs necə? Yəni ona görə biz hər hansı bir farmakoloji maddəni qəbul etdikdə çox diqqətli, çox ehtiyatlı olmalıyıq. Yan təsir deyəndə biz sadəcə baş gicəllənmə, ürək bulanma, qusma və s. o nəzərdə tutmuruq. Dərman toksikası var, dərman zəhərlənməsi var. Bu dərman zəhərlənməsi deyəndə nəyə nəzərdə tuturuq? Sinir sistemini dağıdır. Qaraciyər dağılır, hepatotoksik təsir göstərir. Dediyimiz kimi böyrəyi dağılır. Bütün dərmanların hamısı harda metabolizmə uğrayır? Qaraciyərdə və böyrəklərdə. Əgər qaraciyəri biz yükləyiriksə, düzgün mütəmadi olan lazımi qaydalarda dərmanı qəbul etmiriksə, artıq bu hepatotoksik təsir o səviyyəyə gəlib çıxacaq ki, qaraciyər hüceyrələr başlayacaq dağılmağa, parçalanmağa və orada müəyyən patoloji proseslərin getməsinə. Bu da ki, orqanizm üçün son arzu olunmaz bir vəziyyətin gətirilməsinə olacaq. Yəni, yaşımızdan, cinsimizdən, qəbul etdiyimiz digər dərmanların kombinasiyasından asılı olaraq fərdi xüsusiyyətlərimizə görə ağırlaşma verir. Bax, elə reseptlər olur ki, orada həmi badlar yazılır. Bioloji aktiv maddələrdir. Həm də dərmanlar. Molekulalar yazılır. Bu, həkim bunu yazanda gərək nəzərə alsın ki, badlar o demək deyil ki, bu təhlükəsizdir. Onun tərkibində alkaloidlər var, flavonoidlər var, aşı maddələr var, açıq radikallar var. Həmin dərman preparatlarından açıq molekular reaksiya gedir, orqanizmdə başqa-başqa maddələr əmələ gəlir. Çox ehtiyatlı davranmaq lazımdır. Hər hansı bir, tutaq ki, bir mədə qastriti var və yaxud da xorası var, belə bir xəstə var. Buna biz pantoprazol yazırıq, onunla bərabərdəki bitki çayları yazır. Həmin bitki çayları o demək deyil ki, o pantoprazolun təsirinə necə onu zəiflədəcək və yaxud da gücləndirəcək. Yəni, onlardan çox ehtiyatlı olmaq lazımdır. Həmin molekulaların bir-birindən uyğunlaşmasına çox diqqət etmək lazımdır. Həkimlər bunu dərindən fikirləşməlidir. Və əczaçılar gördükdə ki... Fikirləşməli deyil, farmakologiya bilməlidir. Əlbəttə. Əczaçılar da ki, buna nəzarət etməlidir. Gördülər ki, əgər səhvdir bu xəstə üçün fəsad yaradacaq, daha böyük problemlər... Müdaxilə eləyə bilərmi? Əlbəttə, əczaçının birbaşa həkimin səhvini düzəltməyə ixtiyarı var. Necə mən reseptlə gəlmişəm, dərman almaq istəyirəm. Tam tərsi, həkimin yazdığı reseptdə, verdiyi məsləhətlərə əczaçı müdaxilə eləyə bilməz deyirik. Əczaçı müdaxilə eləyə bilər, tövsiyəsini verə bilər. Həmin həkimə də onunla bərabər həmin pasiyentə də. Ona ehtiyac varmı? Əlbəttə var. Nə var? Görün, indi siz nələr görürsünüz, nələr müşahidə edirsiniz ki, bunu əslində bu doğru bir şey deyil. Bax, tutaq ki... Mən həkim olaraq dərman yazacağım, əczaçı onu müzakirəyə qoyacaq. Hər hansı ürəyində bir stent olan bir xəstə var. Buna biz... Bildim, siz haqlısınız. Amma bu vəziyyətlə qarşılaşdığınıza görə təəccüblənirsiniz ki, badlarla bərabər digər dərmanlar, xəstənin digər xəstəliyi nəzərə alınmayıb, elə dərman yazılıb ki, mən bir provizor olaraq baxıram, görürəm ki, bu insanı öldürə də bilər. Razıyam sizinlə. Ona müdaxilə etməyə həmin provizorun ixtiyarı var. Amma doğrusu o deyil də əslində. Yəni, bugünkü gündə bizdə çatışmayan nüanslar var ki, o sırada bu da var. Yəni, İnşallah ki, götür qoyaq. Hər hansı bir ürəyində, tutaq ki, 3-4 stent olan bir xəstədir. Buna əlbəttə ki, həkim damar açan, qan duruldan dərman preparatı yazmalıdır. Bəli. Bu xəstə başqa bir problemə düşür. Tutaq ki, hər hansı bir infeksiyon xəstəliyə yolxur. Bu zaman qızdırması qalxır, bu ağrısı var. Buna ibuprofen yazırlar və yaxud da başqa ağrı kəsici yazır. Həmin bu xəstə, həmin qan duruldan preparatla bərabər ağrı kəsicidən bir neçə gün dalbadal istifadə etdikdə mədə qanaxmasından ölür. Yəni, buna görə bunlara farmasevtin nəzarəti çox güclü olmalıdır. Farmasev diqqət etməlidir. Həmin xəstələrin reseptinə baxmalıdır ki, bu olmaz.
Bu problemdir, bu sualdır, bunu getmə və bunu həkimə təzədən yönləndirməlidir. Həmin farmasevt, əgər savadlı farmasevtdirsə, aptekdə qıraqdan gələn adam işləmirsə, yəni farmasevt işləyirsə, yəni müdaxilə edərək həmin həkimlə, həmin xəstənin konsultasiyasını yaratmalıdır. Və bu problemdən həmin xəstəni çıxartmağa məcburdur. Həmin farmasevtin bu vəzifəsidir, öhdəliyidir. O zaman niyə biz hər zaman çıxış edirik ki, həkimi qoyub niyə farmasevtdən məsləhət alırsınız? Yox, farmasevtdən məsləhət ala bilməsək. Yox. Bax, həkim gedib, xəstə gedib həkimə. Həkim resepti yazıb, orada uyğunsuzluq var. Farmasevt ali təhsilli farmasevtdir, tibb universitetini bitirmiş adamdır. Yəni, əgər orada onu görürsə, həmin həkimlə əlaqəyə çıxmırsa, deməli, farmasevtin boynuna böyük məsuliyyət düşür. Farmasevt gün ərzində nə qədər elənçi xəstə görür? Ona görə də... Hər bir xəstəni... Yox, burada razı olduğum məqamlar da var, razı olmadığım da var. Nəyə görə? Həkim xəstəni görürsə, onun ətraflı müayinə eləyib, onun haqqında tibbi, məsəl üçün, bir tarixçəsi olan insandır, məlumatı olan insandır. Həkim öz xəstəsini tanıyır. Əczaçı hardan bilir ki, bunun hansı əlamətləri var? Yox, əczaçı o diaqnozlara baxır. Bir dənə tutaq ki, dərman uyuşmamazlığını bilməlidir. Əczaçı reseptdə yazılan dərmanların bir-birinə uyğun gəlməməsini bilməlidir. Ümumiyyətlə, heç bir dərman bir-birinə uyğun gəlmir. Yox, bəziləri bir-birinin təsirini yüksəldir, bəziləri azaldır. Ümumiyyətlə, bəzi dərman preparatları var ki, onları bir yerdə qəbul etmək olmaz. Yox, olmaz. Əlbəttə ki, saatına görə, ona görə dozalanması var, saatı var, yaş fərqi var. Bəli. Uşağa ayrı dərman, böyüyə ayrı, ona görə dozalanır, alternativ variant və s. Bütün bunlar artıq əvvəlcədən deyilib, bilinir. Ancaq çox təəssüflər olsun ki, bunların hamısı elə olur ki, pozulur, narahatçılıq olur, yəni ki, reseptlərə də düzgün yazılmır. Ola bilər ki, həmin xəstə tərəfin özü tərəfindən də pozulur o. Xəstə tərəfindən pozulur. Bəli. Bunu əminliklə deyə bilərəm. Ancaq o tibb işçilər, yəni ali təhsilli, yüksək səviyyəli uzmanlar tərəfindən də pozulur. Pozulur. Amma bilirsiniz, biz o dərmanların bəzisinin ac qarına, tox qarına, yemək arası qəbul edəcəyimizi hələ tam şəkildə bir çoxlarına, yəni hamıya şamil etmirəm. Çünki insan var ki, həqiqətən də saat və saat, dəqiqə və dəqiqə o qədər gözəl şəkildə riayət edir ki, həkimin dediklərini. Hər xırda şeydə həkimə ya mesaj yazar, ya zəng eləyər, var olan simptomları qabardar, intensivliyi nəzarətdə saxlayar. Niyə? Çünki sağalmaq istəyir. Amma bir insan ki, səhər dərman içəcəkdim, yatdım, qaldım. Günorta, ayda unutdum, yemək yedim, ac qarına içməliydim və ya axşam, sabah ikisini birdən içərəm. Mən də onları yaşayıram sizin kimi. Amma bu doğru bir şey deyil. Onu deməyə çalışıram. İnandırım sizi. Sonra da deyirik ki, həkimin yazdığı dərmanın heç bir təsirini görmədim. Görməzsən də lazım olan dozu bədənə gəlmədi axı. Lazım olan molekula gəlmədi axı. Qida qəbulundan bağlı, başqa nüanslarla, hormonal disbalansdan bağlı, düzdür. Yəni, qəbul etdiyimiz bütün dərmanlar tam molekulası olaraq mənimsənilmir ki, onun nə qədər bədəndən atılır. Yəni, o qədər incəlikləri var ki. İlhamə xanım, iş təcrübəmdə mən elə xəstələr görmüşəm ki, onlar gün ərzində tutaq ki, 5 dərman qəbul eləməlidir. 5 dərmanı bir stəkan suya qarışdırıb, onu birdən içir. Çox məsuliyyətsiz, dəhşət bir şeydir bu. Bunun fəsadlarını bu nəzərə almır. Yəni ki, elə dərmanlar var, ümumiyyətlə bir yerdə orqanizmə yaxın gəlinəsi deyil. Onlar bir-birinin təsirini azaldacaq, yoxa çıxardacaq, ya da ki, sinergist təsir göstərəcəkdir. Bu da ki, orqanizmin nə qədər dözsün buna? Dözə bilməz. Həmin xəstəliyin müalicəsi sıfıra düşəcək, ya da ki, həmin xəstəlik xronikləşəcək, daha ciddi problemlərin başlanmasını gətirib çıxardacaq. Alternativ müalicə yollarını qiymətləndirin dediyimizdə hər zaman ilk günahlandırılan kimdir? Həkim. Amma həkimin həqiqətən də, indi doğru diaqnozdan gedirsə söhbət, təyin etdiyi dərmanları biz doğru şəkildə qəbul edib riayət etsək, həqiqətən də şahidi olacaq ki, bu dərmanın təsiri var və ya yoxdur. Faydası və ya yan təsiri nə olursa olsun, o dərmanı qəbul edən fərd, xəstə, mənəm və bütün o simptomları da mən özümdə göstərəcəm. Yenə deyirəm, çox ciddi şəkildə. Siz deyirsiniz, qarışdırır, bu ayrı bir bəladır. Onu meyvə şirəsi ilə içmək, çay, qəhvə ilə içmək. Hətta ümumiyyətlə heç bir maye tükətmədən dərmanı elə noxud kimi ağzına atan insan var. Yəni, bilmirəm, o dərmanı içdikdən sonra bəlli bir miqdarda həcimdə, çox üzr istəyirəm, suya həcim deyək, su, maye qəbul olunmalıdır ki, o həzmə geçsin. Düzdür. Bir qurtum içir, qoyur qırağa. Dərmanı içdim. Həkim 3 dənə dərman var da elə xəstəliklər. Var, əlbəttə var. Bilirsiniz, bizim doğmalarımızda da var. Gün ərzində bəlkə 3 dənə, 4 dənə Allah şəfa dərman versin, içir. düzdür. Allah hər kəsə şəfa versin, bütün xəstələrimizə. Amma o dərmanlar arası periodlar var. Hamısını birdən içmək olmaz. Ümumiyyətlə, dərman preparatları onun təsir mexanizmi sorulmasına görə onun qəbul qaydaları da müxtəlifdir.
Elə dərman preparatları var ki, ağızdan sorulur. Bəli. Yəni biz onu da bilmərik. Yəni dil altından bunu qoymaq lazımdır. Müəyyən vaxt ərzində həmin dil altından sorulur. Elə dərman maddələri var ki, onlar dolu qarında, yəni biz tox olanda həmin dərman preparatı bizə heç bir kömək etmir. Məsələn, dəmir preparatları. Dəmir preparatlarını yemək yeyirik. Bunun gündə 2 dəfə yeməklə bərabər içirik. Bu heç bir xeyri yoxdur. Bunu xəstə şikayət edir ki, mən bu preparat saxta preparatdır. Bunun problemi var. Bunu mən 4 ayda içirəm, mənim hemoqlobinim qalxmadı. Qanım, eritrositlərim normal, həmin qaydada qalıb və mən daha da ziyan görürəm. Ancaq ki, həmin xəstə o dərmanı səhv içir. Yəni onu ac qarına, ya yeməkdən 1 saat qabaq, ya yeməkdən 2 saat sonra qəbul etmək lazımdır. Bu qaydaları pozur, həkimin də işi, əməyi sıfırlanır, o dərmanı istehsal edən şirkətin də, onu satan əczaçının da. Yəni artıq problem kimdə olur? Xəstənin bir səhvi ucundan öz orqanizmə ziyan vurur, başqalarının da işlərini kölgə altına salır. Razıyam. Xəstəliklərlə mübarizədə çox təsirli vasitələrdən bəhs edirik. Bunların bir-birinə molekulyar səviyyədə təsirini bilən provizorlar, əczaçılar, savadlı kadrlar az deyil Respublikada. Elə Qalib Məmmədovun özü hər yazılan reseptdə gecə ilə də olsa Qalib doktoru yığıram ki, doktor, belə bir dərman var və ya bu lazımdır. Bunun təsiri mexanizmi. Yox, heç kimin heç kəsə borcu yoxdur, doktor, amma yenə də təşəkkür edim, insanlar da bilsin. Əgər savadlı, həqiqətən də farmaseut, ümumiyyətlə, farmakoloji sahədə dərmanları molekulyar səviyyədə bilən, onun orqanizmə fərdi xüsusiyyətləri, xəstəliyi nəzərə alaraq təsir mexanizminə görə məsləhət axtarırsınızsa, məsləhətçi axtarırsınızsa, Qalib Məmmədovdur. Sadəcə bir alo deməyimiz kifayət edir ki, məsləhət alaq. Mənə bax, bu dərmanlar yazılıb, ola bilər, dediniz axı, haqqımdır, ixtiyarım da var, elə bir hüququm da var ki, mən o məsləhəti verim. Yəni, məsləhət ala bilərik. Tapılmayan dərmanlar olsun, az təsirli, ümumiyyətlə, mexanizmi olan dərmanlar var ki, bəlkə də ondan da gözəl dərmanlar ola bilər. Bəzi satılan dərmanların təsiri sıfır səviyyəsindədir. Ona münasibətiniz necədir bəs? Hal-hazırda mən bunlarla qabaqlaşmıram. Ölkəmizə daxil olan bütün dərmanların bioloji aktiv maddələri qoyaq qırağa. Hamısı dövlət nəzarətindən keçir. Bir neçə laboratoriyaların nəzarətindən keçir. Əlbəttə. Bax, tutaq ki, aparıcı bir böyük nümayəndəlikdir. Bunun dərmanları bütün dünya üçün eyni zavodda, eyni fabrikdə, eyni sexlərdə buraxılır. Yalnız o ayrılanda, müxtəlif ölkələr üçün qablaşdırılanda ayrılır. Yəni, bizim ölkəmizə gələn dərman preparatından Almaniyaya, Fransiyaya, o cümlədən Amerikaya, başqa ölkələrə gedən dərman preparatları fasovka olunanda ayrılır ki, bu dərmanın üstündə hansı əlifba ilə, hansı dildə yazaq biz. Ona görə bunlar... Dili demirəm, doktor. Bilirəm, dərman preparatının tərkiblərində fərq yoxdur. Molekula şəkil... Necə yoxdur, var. Mən onu ispat eləyərəm ki, var. Siz də bilirsiniz ki, var. Elə dərman var ki, mən xarici ölkədən onu alıram, onu az bir müddət, az dozada xəstə içir, effektini görür. Burada kilo ilə atır. Haqlıdır da və siz də bilirsiniz ki, var elə dərmanlar. Bilirsiniz, burada psixoloji problemlər də var, İlhamə xanım. İndi psixoloji problemimiz var. Yəni ki, bax, tutaq ki, bisoprolol tərkibli hər hansı bir dərmandır. Bu dərmanı aparıcı bir böyük şirkət. Biz molekulandan danışırıq. Molekula, bisoprolol molekuladır. Onun 15, 20, 30 adda, yəni başqa generik forma və brend formaları var. Bu bisoprololu xəstə bizdən alır, bizim yerli apteklərdən. Onu içir, deyir ki, təzyiqimi salmadı. Ürək döyünməm azalmadı. Yenə həmin kimi taxikardiya, həmin kimi təzyiq, həmin kimi narahatçılıq. Ancaq başqa ölkəmizdə müəyyən bir apteklər var. Gedir, oradan alır, burada qeydiyyatda olmayan dərmanı və deyir ki, mənim təzyiqimi saldı. Burada psixoloji faktor da var. İnandırım, psixoloji faktor var. Amma hər kəsə mən faktlardan danışıram. Doktor, psixoloji xüsusiyyətlərdən danışmıram. Hər halda psixoloji problemi olan insan olaraq vurğulamıram da burada o kəlmələri. Yəni, siz özünüz də bilirsiniz ki, var. Qeydiyyatdan keçən dərmanların hamısı yoxlanılır. Aydın məsələ, yoxlanılır. Amma siz deyirsiniz, təsir mexanizmi psixoloji problem. Mənim psixoloji problemim var. Pregabalin tərkibdə bir neçə adda dərman var. Bilirsiniz, davamlı alıb istifadə etdiyimiz dərman. Niyə mən onun bir adda alıb istifadə edəndə effektini görmürəm, amma digər adda alanda istifadəsini görmürəm? Bu psixoloji deyil. Yox, bu dərman preparatların generik formaları var, brend formaları var. Hətta dərman tərkibində olan köməkçi maddələr onun təsirinə təsir göstərir. Yəni, onun sorulmasına, qanda konsentrasiya yaratmasına və ünvana çatmasında həmin o köməkçi maddələrin təsiri var. Hər hansı bir preparat
dünyanın məşhur zavodunda buraxılırsa, orada yaxşı, daha yüksək səviyyəli alimlər iştirak edirsə, əczaçılıq mühəndisləri iştirak edirsə, deməli, həmin dərman preparatı daha yaxşı istehsal olunub. Onların da qiymət fərqləri də var. Ancaq generik olan dərman preparatları ona uyğun buraxılır. Ona görə onların keyfiyyət fərqi həmin brend dərman formalarının keyfiyyət fərqindən müəyyən miqdar aşağı olur. Və həmin təsirdəki o təsirə çatmır. Yəni, onun təsir edici gücü daha yüksək olur, generik dərman formalarının təsiri daha aşağı olur. Dozaları eyni olmasına baxmayaraq, o vurulan köməkçi maddələrin təsirindəndir bu. Və buna görə də qiymət fərqi də müxtəlifdir. Yəni, brend dərman preparatı eyni molekula 50 manatdır. Tutaq ki, generik formada 12 manatdır. Yəni, bunlar gözə görünən dərəcədə biz hiss edirik bunu, bilirik bunu. Mövsüm dəyişir, fikirlər dəyişir, qorxu, həyəcan bir çoxlarımızda artır. Evində xəstəsi olan, canı ağrıyan və s. o qədər nüanslar var ki, onları sadalamaq olar. Amma bugünkü gündə profilaktika üçün qəbul olunacaq dərmanlar, hətta deyərdim vitaminlər var insanlar arasındakı onun adları çəkilir. Profilaktika üçün bunu qəbul edir. Niyə qarşıda soyuqlar var? Niyə qar yağacaq? İmmunitetin düşəcək. Hardan bu fikrə qapılırsan? Çox istəyərəm o insanla həm söhbət olum. Görüm, hansı biliyə əsasən bu ifadəni işlədir və bu məsləhəti verir? Profilaktika üçün dərman mı qəbul olunur? Vitamin mi qəbul olunur? Son zamanlar aptekdə əczaçılıq müəssisələrinə belə müraciətlər sayı çox alıb. Öz başına sistem köçürmələr, müxtəlif vitaminlərdən istifadə etmək. Yəni ki, bax, bunlar böyük fəsadlara gətirib yol açır. Yəni, bunların heç birini eləmək olmaz. Bildiyimiz kimi, hər bir vitaminin, hər bir mikroelementin orqanizmə müxtəlif səviyyəsi var. Elədir. Onlar beynəlxalq səviyyələrə görə ölçülür. Yəni, onların biz laborator diaqnostikasını verməsək, D vitaminin orqanizmə miqdarını bilməsək, nəyə görə D vitamini qəbul etməliyik? Nəyə görə Y vitamini qəbul etməliyik? Nəyə görə başqa multivitamin qəbul etməliyik? Olmaz bunlar. Bunlara biz individual yanaşmalıyıq. Bunlar yalnız savad səviyyəsinin, bilik səviyyəsinin aşağı olmasından qaynaqlanır. Və bu işdə əli olmayan və buna müdaxilə edən insanların tövsiyəsidir bu. Bax, tutaq ki, D vitamini yüksək miqdarda biz qəbul edirik. Bəli. Bunu qəbul, Y vitamini, yağda həll olan vitaminlərdir də. Bunu biz qəbul etdikdə artıq bu orqanizmə kumulyasiya verir. Yığılır, qalır, toksiki vəziyyət yaranır. Yəni həmin ürəklərdə kalsium, əlbəttə ürək damar divarları, kristal daşları, oksalat daşları hara yığılır? Böyrəkdə. Artıq bu cərraha müraciət etməyə məcbur oluruq ki, biz hər gün D vitamini qəbul etmişik. Xəbərimiz yoxdur. Mənim böyrəmdə daş nədən əmələ gəldi? Etdiyim səhvdən, düzgün etmədiyim hərəkətdən, kiminsə sözünə qulaq asmamaqdan, getdim həmin vitamindən içdim. Niyə A vitamini qəbul edənlər nə çoxdur? Onkoloji xəstəliyə imza atırsınız bu başa. Əlbəttə olmaz. Yəni bu vitaminlərin, mikroelementlərin, üzvü, qeyri-üzvü fərq etməz. Orqanizmdə elə proseslər gedir ki, siz onu, biz qarışıq, dünya alimləri belə araşdırır, tapa bilmir. Bir-biri ilə qarşılıqlı əlaqəsi var. Orada hər hansı bir vitamin, dərman, molekula çatışmazlığını öyrənmədən profilaktik ola bilər, əgər, bəlkə, ola bilsin, bunlar yol verilməzdir. İlhamə xanım, orqanizmdə bioloji reaksiyalar gedir. Həmin vitamin preparatları, vitaminə bənzər preparatlar, o cümlədən mikroelementlər, həmin reaksiyalarda müəyyən kofermentlərdir. Onların tərkibinə daxildir və yaxud da. O bizə lazımdır. Ancaq ki, biz onun diaqnozunu aparmadan, həmin mikroelementin, vitaminin çatışmamazlığını yoxlamadan ona müraciət etməyimiz absurddur, olmaz, yanlışdır, bizi problemə aparır, sonra narahat edəcək. Etməz. Siz olan yerdə doğru məsləhəti alarıq, doktor. Təşəkkür edirəm gəldiyinizə görə. Sağlam yaşamaq istəyən insan fizik aktivliyini artıracaq, balanslı qidalanmağa başlayacaq və bu elə ona profilaktika üçün yetərlidir. Lazım olan o elementlər, vitaminlər də elə qidadan almış olacaq. Təşəkkür edirəm. Xoş oldu sizinlə söhbət. Mən də sizə sağ ol deyirəm. Bu tövsiyəniz, bu apardığınız verilişlər çoxlarını maarifləndirir, sizdən çox şey öyrənir. Mənim özüm də öyrənirəm hətta. Estağfurullah, doktor, təşəkkür edirəm. Çox sağ olasın. İşim araşdırmaqdırsa, böyük məmnuniyyətlə bunu eləyirəm. Yetər ki, faydam toxunsun insanlara. Çox sağ olasın. Hamıya can sağlığı arzulayıram. Bir daha xatırladım, əczaçı provizor Qalib Məmmədov studiyamızın həkim qonağı idi. Telefon nömrələrini görürsünüz. Buyurun, dərmanlar. Onların təsir mexanizmindən tut, molekulyar səviyyədə hər hansı bir məlumata ehtiyacı olanlar varsa əlaqə yarada bilər. Qısa aradan sonra yenidən qarşınızdayıq.